3-cü Dünya Müharibəsinin ilk əlaməti 14 milyon insan İranda əlinə silah alır və İran prezidenti Məsud Pezeşkiyan da. İran prezidenti Məsud Pezeşkiyan ölkəsi üçün canından keçməyə hazır olduğunu bəyan edib. Manşet az saytı xəbər verir ki, bu barədə İran prezidenti sosial şəbəkə hesabında etdiyi paylaşımda yazıb. İndiyədək 14 milyondan çox qeyrətli İranlının İranın müdafiəsinə və canlarını fəda etmək üçün hazır olduqlarını bəyan ediblər. Mən də canlı İrana fəda etmişəm, edirəm və edəcəyəm deyə paylaşımda deyilir. Qeyd edək ki, bu gecə aç vaxtı ilə saat gecə 4-də Trump İrana cəhənnəm vəd edib və quru qoşunların da hücumu gözlənilir. Bir günə İranı məhv edə biləcəyini deyən Trump'ın bu fikirlərinə bəzi ekspertlər atom nüvə silahından istifadə ediləcəyi ilə əlaqələndirir.